Salam edirəm hər kəsə. Mən Şəfəq Məmşova, riyaziyyat müəllimi. Bugünkü videomda Miqə giriş kitabından vektorlar, koordinatlar metodu bölməsinə aid olan testlərin izahını verəcəm. Baxaq, birinci sualdan biraz testlər yaxşı düşməyib. Baxaq, birinci sualdan deyir ki, A 3-4 nöqtəsindən keçən və o Y oxuna paralel olan düz xəttin tənliyi hansıdır? Bax, koordinat sistemidir bu. 3-4, qeydiniz baxın, 3-4, 3 buradır, -4 də buradır. Bu nöqtədən keçən və o Y oxuna paralel gələcək bizdə. Gördüyünüz kimi bu hansı düz xətdir? X düz xəttidir. X bərabər 3-dən keçir, görürsünüz. X bərabər 3 düz xəttidir. Tənliyi budur. A variantı keçək ikinciyə. Ucları A3-4 və B0-2 nöqtəsində olan A1 parçasının orta nöqtəsinin koordinatların cəmi tapılır. Orta nöqtənin koordinatları bildik ki, nədir? Uc nöqtələri toplayıb 2-yə bölürük. Uyğun koordinatlar təbii ki. X bərabər 3 ilə 0 toplayıb 2-yə böldük. 1/5 eləyəcək. Y bərabər 4 ilə 2-ni toplayıb 2-yə bölürük. 4 üstə 2 bölü 2, o da 3. Bizə deyir onların cəmini, bu koordinatların cəmini 4/5 eləyir. C variantı. Növbəti sualımız M2-4 nöqtəsindən keçən və düz xəttə paralel olan. Düz xəttin tənliyini qurun. Bilirik ki, düz xəttlər nə vaxt paraleldir? Bucaq əmsallar, yəni K'lar bir-birinə bərabər olanda. Belə çıxır ki, bizim tənliyimizin bucaq əmsalı K yenə 2-dir. Amma sərbəst həddini hələ ki bilmirik. Onda nədən tapacağıq? Təbii ki, keçdi nöqtənin koordinatlarından. Bilirik ki, X 2-dir, Y də 4-dür. Yəni yazacağıq 4 bərabər 2 vur 2. İşte gəl B. Buradan da B0 alacaq təbii ki. B-nin 0 olduğunu nəzərə alsaq, alırıq ki, Y bərabər 2X. Variant A variantı. Növbəti deyir ki, hansı nöqtə OX, Z müstəvisi üzərindədir? OX, Z müstəvisi üzərindədir. Səbəbi çıxır ki, Y 0-dır. Y 0 olanda B variantındadır. Absisi mənfi, ordinatı müsbət olan nöqtə. Koordinat müstəvisində absisi mənfi, yəni bax burada, ordinatı da müsbət, bu X-dir, absisdir, bu da Y-dir, ordinatdır. Ordinatı isə müsbət. Bu neçənci rüb? Təbii ki, ikinci rüb olacaq bu. İkinci rüb hansı? B variantı. Növbəti sual. Koordinat başlanğıcından hərəkətə başlayan iki qarışqadan biri şimala doğru 6, digəri şərqə doğru şimal-şərq. Koordinat sistemi çəkirik. Şimal yuxarıdır, şərq də sağadır. Deyir, koordinat başlanğıcının buradan biri şimala doğru 6, yəni gəlib durur burada, 6'dır bura. Digəri isə şərqə doğru 8, yəni burada 8'dir. Onlarsa deyir ki, koordinat vahidini şərqə doğru 8 koordinat vahid qədər hərəkət etmişdirsə, onlar arasındakı məsafə nə qədər? Təbii ki, bu nöqtələr arasındakı məsafə 6-8-dirsə, bura 10 olacaq avtomatik. E variantı. Növbəti sualımız. -3, -5 nöqtəsindən koordinat oxuna qədər məsafələrin cəmi. Koordinat nöqtədən, tutaq ki, A, X, Y nöqtəsində. Baxın, nöqtədən X oxuna qədər məsafə Y-dir. Modul Y təbii ki. Y oxuna qədər məsafə də modul X-dir. Onda belə çıxır ki, Y oxuna qədər məsafə 3-dür. X oxuna qədər məsafə də təbii ki, -5 modul 5-dir. Bunların cəmi olacaq 8. C variantı. Növbəti sualımız. Diaqonalların kəsişmə nöqtəsi koordinat başlanğıcında olan rombun. Gəlin koordinat sistemi çəkək. Diaqonalların kəsişmə nöqtəsi koordinat başlanğıcında. Rombun bir təpəsi 0,8'dir. Ta ki, bura M buradadır. Rombun perimetri 40'dır. Gəlin romb çəkək. Diaqonalları təbii ki, koordinat oxları olduğunu görə romb belə olacaq. Baxın. Tərəflər nədir? Bərabərdir. Düzdür. Onda belə çıxır ki, rombun perimetri də 40'dır. OX oxundan yerləşən OX oxunda yerləşən təpələr arasındakı məsafə. Ta ki, bura A'dır, bura B'dir, bu da N'dir də. Deyir ki, OX ox üzərində yerləşən nöqtələrin. Yəni A, B'ni soruşur bizdən arasındakı məsafə. Gəlin baxaq, tutaq ki, nə olsun? Bura neçədir? 8 idi, düzdür, 0,8 idi axı. 8 olduğunu görə onda bura -8 olacaq avtomatik. Perimetrdə neçə? 40'dır. Perimetr 40'dırsa 40'ı 4'ə bölsəm 10. Onda bura 10'dur.
Təbii ki, bu düz bucaqdan bura 6 olacaq. Onda burada mənfi 6 olacaq. AB arasındakı məsafədə 12 olacaq. Növbəti sualımız 9-cu sual. Gəlin, bir səhər keçelim buranı. Deyir ki, ucları A və B nöqtələrində olan parçanın orta nöqtəsinin koordinat başlanğıcından məsafəsini soruşur bizdən. Öncə ortanı tapmaq üçün toplayıb 2-yə bölürük. Deməli, 4 ilə 8 toplayıb 2-yə bölürük. 6. 4 ilə də 12 toplayıb 2-yə bölürük. 8. Deyir ki, bu nöqtənin koordinat başlanğıcından, yəni 0-0-dan olan məsafəsini tapın. Təbii ki, bu da gördüyünüz kimi kök altında 6-dan 0 çıxanda 6 kvadrat 36. 8-dən 0 çıxanda 8 kvadratı 64. Bu da 10 olacaq. Cavabımız 10. C variantı. Növbəti sual nöqtələr arasındakı məsafə. İki nöqtə arasındakı məsafəni tapanda uyğun koordinatları çıxırıq. 14-dən 2-ni çıxdım. 12. -1-dən də 6 çıxdım. 5. Kök altından bunların koordinatlarını indik. Kvadratlarını toplayırıq. 12-nin kvadratı üstə gəl 5-in kvadratı. Bu da təbii ki 13 olacaq da. C variantı. Növbəti deyir ki, nöqtələr arasındakı məsafəni tapın. Yəni burada parametr. Yenə birinci koordinatdan birinci koordinat çıxırıq. Yəni 4-dən çıxırıq 2-ni. 4-dən çıxırıq 2-ni 2. Növbəti -2-dən çıxırıq -4-ü yenə 2. M üstə gəl 1-dən M-i çıxırıq 1. Düzdür? Çıxdıq. Bu olur AB vektoru da təbii ki. Düzdür? Onda nə olacaq bizdə? Parçanın uzunluğu ilə AB vektorunun uzunluğu da, yəni kök altında 2-nin kvadratı, üstə gələk yenə 2-nin kvadratı, üstə gələk 1-in kvadratı. Ondan da 3 çıxacaq təbii ki, C variantı. Növbəti sual 12. Təpələrin nöqtəsində olan üçbucağın B təpəsindən çəkilmiş median uzunluğu. Çəkək şəkli. Tutaq ki, A, bu B, bu da C. B təpəsində çəkilmiş median deyəndə bu nöqtə M nöqtəsi. A-nın C-nin ortasına düşür. Onda M-in koordinatları tapmaq üçün A-nın C-ni toplayıb 2-yə böləcəyik. Olacaq uyğun koordinatları təbii ki toplayıb 2-yə böləcəyik. 4 ilə 0 toplayırıq 4. 2-yə böldük 2. 2 ilə 8 topladıq 2-yə böldük 5. -6 ilə 6-nı topladıq 2-yə böldük 0. B-nin də koordinatlarını verib də 2, 4, -4. Bizdən soruşdu BM məsafəsini. Öncə B-dən BM vektorunu tapaq. Düzdür də bir başda yerini qoya bilərsiniz. Mən B-yə tapmaq xoşduram. Öncə vektor şəklində komponentləri tapıram. 2-dən 2-ni çıxdım 0. 5-dən 4 çıxdım 1. 0-dan -4 çıxdım 4. Kök altında bunların da kvadratlarını toplayanda 17 deyəcək. D variant. Növbəti sual. Deyir ki, nöqtəsindən OX, OY və OZ müstəvisinə qədər məsafələrin cəmi. Bu bayaqkine oxşuyur. OX-ə qədər məsafə. Bakın, bir çəkəkdə baxın. Tutaq ki, bu, baxıb gelin. Bu OX-dir. Bu OY-dir. Bu da OZ-dir. Oxlarına OX, OY və OZ müstəvisinə qədər nədir? Bu oxlarına qədər olar. Oxlarına qədər məsafə. Yoxsa nə deyir burada? Tutaq ki, nöqtəni qillədik buradan. A nöqtəsidir. Oxa qədər məsafə. Çəkdik belə. Onda beləyək də bura oxlara qədər məsafə olur təbii ki. O A'nın uzunluğu nə qədərdir? Kök altında 2'nin kvadratı 4. -4'ün kvadratı 16. Çünkü o koordinat başlansı ona göre. 16, 6'nın kvadratı 36. Toplayan neçeydir bunlar? 20, 56. Kök altında 56. Burası Z'dir. Z neçədir? 6'dır. Onda o Z'e kadar mesafe, bak bura A. Olacak o A'nın kvadratını çıkaracak neyi? 6'nın kvadratını. Yani neyse bu müstəvi değil burada. Burada oxlardı. Bu neye başa düşmədim mən o cümləni? O ikisi qrup və o Z müstəvisinə qədər. Neyse bu məsələ problem məsələdir.
buradan. Oxa qədər desə əgər. Onda cavablar düz gəlmir axı. Kök altında 36-nı çıxsaq 20, kök altında 20. Kök altında 40. Kök altında 52. Ne olsun sonra? O eksi y z müstəvisinə qədər məsafə deyirmi? Neyse bu problemimiz məsələ. O hər ayrı müstəvilərə qədər məsafə desə, onda bayaq kimidir? O eksi y, o y z, o z x desə, bunların cəmini toplasa 12 edir. Bilmirəm, bəlkə də 12. Bir dənə cavab baxın. 13'də. Vektorlar. Peki müstəvi qədər məsafəni nəzər tutur? Baxaq görə vektorların. Vektorlar 13, D variantı, bəli. Bunların cəmini soruşur, amma burada OX, OY, OZ oxdur bunlar. Amma burada müstəvi deyil. Çox güman ki, OXY, OYZ, OXZ müstəvilərin qədər dediyinə görə bu bayaqki məsələyə oxşar hansına? Bayaq yazmışdıq birinci. Dedimi komponentlər toplayırıq. Bax bunun fəza məsələsi, fəza versiyasıdır. Cavab 12'dir, bəli, amma cümlədə problem var. Keçək 14'ə. Oxlara qədər olsaydı şəkildə bayaq göstərdiyim kimi yaza bilərdiniz. Amma gördüm ki, cavablar ona uyğun deyil. Bildim ki, nəyi demək istəyir. Keçək 14'ə. Deyir ki, düz xətlərinin kəsmə nöqtəsindən koordinat başlanğıca qədər məsafə. Düz xətlərin kəsmə nöqtəsində, yəni bu ikisinin ortaq həlli deməkdir də. 4x çıx y çıx 8 bərabər 8 yazaq da bunda. 2x çıx 3y bərabər -6. Bu təhlil sistemini həll edirik. Bu ikisinin həll olan nöqtələrin koordinatları, kəsmə nöqtəsi təbii ki. Bu ikisinin həll olan ədədlər həmin nöqtənin koordinatları demək istədim. İndi yuxarını, daha doğrusu yuxarını aşağını mənfiyə vursaq, 4x çıx y bərabər 8, -4x plus 6y bərabər 12. Buradan alırıq 5x bərabər 20, x bərabər, y sayın. Y olacaq, y olacaq 4. Y 4 olduğunu görə burada park yerinə qoysam, 4x bərabər 12, x də 3. Deyir, həmin kəsmə nöqtəsinin koordinatları 3 ilə 4'dür. Koordinat başlanğıca qədər məsafə təbii ki 5 olacaq da. Uzun getmirəm, biliriz artıq bunu. 2 nöqtəsinin məsafə düsturuna. Keçək 15'ə. Deyir, təpə nöqtələri nöqtəsində olan üçbucağın sayısını tapın. Üçbucağın sayısını tapmaq üçün gəlin. Heron düsturundan mı istifadə etsək mi, yoxsa Heron düsturu olmayacaq, çünki Heron düsturundan ancaq AB-ni tapsaq, deməli, 2'dən -1 çıxdım 3, 4'dən 3 çıxdım 1. Gördüyünüz uzaq olum hələ bir ona baxaq. 2'dən -1 çıxdım 3, 4'dən 3 çıxdım 1. Kök altında 3'ün kvadratından 1'in kvadratı kök altında 10. AC olsun. 0'dan 1 çıxdım 1, 6'dan 3 çıxdım yenə 3. Yenə kök altında 10. Bu oldu bərabər yanlış bucaq. BC'ni tapaq. 0'dan 2 çıxdım -2, 6'dan da 4 çıxdım 2. BC de oldu. 2 kök altında 8 yazaq da bunda. Şəklimiz belədir. Belə çıxır ki, baxın bu A'dır, bu B'dir. Bu da C'dir. Burada kök altında 10'dur. Burada kök altında 10'dur. Burada 8 yəni 2 kök altında 2'dir. Sayısını tapmaq üçün neyinəyə? Heron düsturu yox. Bərabər olduğuna görə hündürlüyü tapsaq daha yaxşıdır. Bura ümumilikdə 2 kök altında 2'dir. Burada təbii ki yarısı olacaq. Bax, bura M yazıram. Bura olacaq kök altında 2. Onda Pifagor teoreminə görə AM hündürlüyü olacaq isə ondan 2 çıxdım 8. Yenə 2 kök altında 2. Sayını tapmaq üçün inəyəcəyik. 2'də 1 tərəf üzrü sayın. Tərəf 2 kök altında 2, hündürlükdə 2 kök altında 2. O da 32 olacaq da. Düz yazdım mı? Yox, 2 kök altında 2 yox. Səhv tapdım. Bunlar bir-birinə vuran. Bu 2'den bu 2 gelir. 4 olur. 4 üzrü sayın, bu değil.
4. Mekanik səhv yerim indi. 4 oldu. Cevabımız 4. 16'ya baxaq. Diğer təpəlükləri olan üçbucağın ağırlıq mərkəzi G nöqtəsində olursa A, G məsafəsi soruşur. Bakın bu üçbucaqdır. A, B, C. Ağırlıq mərkəzi onun medianların kəşdiyi nöqtədir. Bax bu nöqtədir. Medianları. Tutaq ki G-dir bura. Medianları da medianın koordinatlarını tapmaq üçün bu üçünün toplayıb 3'e bölürük. Qaydası odur. Demək G-nin koordinatlarını tapmaq üçün öncə toplayıram. Birinci koordinatları toplayıb 3'e bölürəm. 4, 3, 4, 2. Toplayanıcı 1. 9, 3'e böldüm 3. Mənfi 1, 5, mənfi 10 topladım. Nə edir? Mənfi 6, 3'e böldüm, mənfi 2. Düzdür. İndi bizə deyir ki, A, G məsafəsini, A'nın da koordinatları budur. Öncə A, G'nin özünü tapın vektor kimi. 3'dən 3 çıxdım 0. Mənfi 2'dən mənfi 1 çıxdım 1. Təbii ki, bunun uzunluğu 1 olacaq. Keçək növbəti 17-ci suala. Deyir ki, nöqtələrindən eyni məsafədə olan A'nın ala biləcəyi. Deməli, koordinat sistemində A 6, 8'dir. Bax, burada da A. Deyir ki, koordinat başlanğıcını, yəni buradan bura qədər məsafə 10'dur təbii ki, düzdür. Deyir ki, B, A çıx 2, 0. A çıx 2, 0, yəni 0 olduğunu görə, bax görürsünüz, Y 0'dır. Onda B çıx X ox üzərindədir B. Ya buradadır B. A çıx 2, 0. Ya da sağ tərəfdədir də. Hansısı biridir. A çıx 2, 0, hər ikisi də ola bilər. İndi əgər bura olsa, bura 10 olsa, bu məsafə 10 olsa, onda bura, bu nə olacaq? Mənfi 10. Yəni A çıx 2 gərək nə olsun? Mənfi 10. Ki, məsafəsi 10 olsun da. Onda A mənfi 8 birinci halda. Yox, sağa qədər tərəf olsa əgər məsafə 10. Onda sağ tərəfdə A çıx 2 müsbət 10 olacaq. Onda müsbət 12 olacaq. Bizə deyir ki, A'nın ala biləcəyi qiymətlərin cəmi, yəni mənfi 8-dən 12'nin cəmi 4 olacaq da o da. Növbəti 18-ci sual. 2 təpəsi nöqtəsində olan kvadratın diagonalı ən çox neçə olar? Baxın görün nədir bu. 2 təpəsi nöqtələrində olan. Baxaq görün A, B. Deyir 2 təpəsi A, tutaq ki M 0. B də tutaq ki burada olsa əgər. M üstə gəl 4, 0. Bu məsafə nə qədər olacaq? M üstə gəl 4'dən M çıxırıq. Çünki bunlar 0, 0'dir. Burada 4'dür. Sahəsi də yox, tərəf 4, 4'dür. Diagonal nə olacaq? Bizdən diagonal soruşdu. Sahəsini yox. 4 kök altında 2 olacaq. Düzdür. Başqa necə ola bilər? Başqa belə ola bilər. Bəlkə qarşı-qarşıya dura bilər. Baxaq görək. A, M0. B burada olsa necə? M üstə gəl 4, 0. Burada isə məsafə. Belə yolun 4 olur. Onda bu iki nöqtəsi məsafə 4'dür. Yox, ən böyük 4 kök altında 2 olacaq. D variantı. Növbəti 19-cu sual. Nöqtəsi ilə koordinat rübünündə yerləşən. İkinci koordinat rübünündə demək istəyir. Bu ikinci koordinat rübünündə yerləşir. Eminator qiymətlərini. İkinci koordinat rübünü nədir? Baxaq. İkinci koordinat rübünü nə deməkdir? Yəni x mənfidir, y müsbətdir. Yəni 3m çıx 9 mənfidir. 12 çıx 2m də müsbətdir. Gəlin bunları həlləyək. M kiçikdir 3 olacaq. Buradan da m kiçik 6 olacaq. Bəli. Yox. M kiçik 3. M kiçik 6. Heç nə. Bu ikisinin kəşməsi 3'dən kiçik olur da onda. Düzdür. 3'dən kiçik naturallarda 1, 2'dir. Olanın cəmi 3'dür. E variantı. Növbəti 20-ci sual. A parametrin hansı qiymətində düz xətləri paraleldir. Yəni bunların kəşfə nöqtəsi yoxdur. Dolayısıyla baxsaq 4x çıx 6 y bərabər mənfi 7. A çıx 1 x plus a y bərabər 4. Yəni bu tənlər sisteminin həlli yoxdur mənasında gelir də. Paraleldə yəni düz xətlər kəsişmir. Yəni bu düz xətlərin, yəni tənlər bu düz xətlər olan düz xətlər kəsişmirsə, yəni bu tənlərin ifadə etdiyi düz xətlər kəsişmirsə, yəni bu tənlərin
ortaq həlli yoxdur. Yəni bu tənlə sistemin həlli yoxdur deməkdir. Bu da nə deməkdir? Yəni 4 bölünsün A çıx 1 bərabər -6 bölünsün A bərabər deyil -7 böl 4 şərti ödənməlidir. Çarpaz vursam nə alıram buradan? -6 A üstə gələk 6 bərabər 4A. Buradan alıram ki 10A bərabər 4. A'da nə olacaq? Düz yazıram mı? 10A bərabər 6 bu. A da bərabər 0,6. Təbii ki A 0,6 olanda bu şərt ödənir. A bərabər 0,6 D variantı. Növbəti sualımız M parametrinin hansı qiymətində düz xətti O-Y oxuyla 30 dərəcə bucaq əmələ gətirir. Bildik ki, düz xəttin tənliyi gərək bu şəkildə olanda K, X plus B şəklində olanda K nəyə bərabərdir? Tangens alfaya. Yəni, alfada nədir? O-X oxuyla əmələ gətirdiyi bucaq deməkdir də. Düzdür? Onda deyək ki, O-Y oxuyla əmələ gətirdiyi 30-dursa, baxın, düz xətti takip çəkirəm buradan. Tak yer hansı bir düz xət çəkdim. Belə və yaxud da belə fərq etməz. O-Y oxuyla əmələ gətirdiyi birinci hala baxsın. Əgər O-Y oxuyla əmələ gətirdiyi bucaq 30 bura 30-dursa, onda X oxuyla əmələ gətirdiyi bucaq nə olacaq? 90 olmalıdır, ikinci cəmi 60. Onda beləcə ki, alfa 60'dır. Alfa ya 60'dır. Ya da onun əksində də, belə də ola bilər də burada 120 olacaq onda. Ya da 120'dir. İndi baxaq, nə deyir bizə? Tangens alfanı soruşur da bizdən. Onda biz bunun KX plus 1 şəklini gətirsək, demək alacağım Y bərabərdir. 6 bölünsün M çıx 6. Bunu da düzdür. 6 yox 1 bölünsün. Bu sağa keçdi. 6 bölünsün M. Üstə gəlir 1 böl M. X də buradadır. K bizdə budur. Yəni 6 bölünsün M bərabər tangens alfaya. Ondan alırıq ki 6 bölünsün M bərabər alfa 60 olsa tangens 60 da nəyə bərabərdir? 60 ilə 120'də ikisində də eyni qiymət alır. Sadəcə nədir? Birinci və ikinci növbət üçün görə plus minusdur. Plus minus olacaq. 60 nəyə bərabərdir? 60'da kök 3. Burada alalım ki M bərabər plus minus 6'nı kök 3'e böləndə 2 kök 3'e girdi. Cevabımız 2 kök 3. B variantında. Növbəti 22-ci sual. Növbəti sualımız 22-ci sual deyir. Düz xəttin bucaq əmsalını tapın. Bayaq dediyim kimi de burada bucaq əmsalı K bərabər tangens alfa. Bu deməkdir. Yəni K'nı soruşur bizdən. Y bərabər KX plus 1 şəklini gətirməliyik. KX plus 1 şəklində yazsaq, Y bərabər 4 böl 6 X plus 9 böl 6. K da budur. 2 böl 3 olacaq. 2 böl 3 A variantı. 23 düz xəttinin koordinat oxlarını kəsərək əmələ gətirdiyi üçbucağın perimetrini tapın. Koordinat oxlarını kəsmək üçün tutaq ki, burada və yaxud da burada kəsi şərt olaraq deyirəm. Yəni ya x0'dır ya y0'dır. x0 olsa y olacaq 4. y0 olsa x olacaq -3. Yəni burada yox, burada keçsin -3 buradadır. Bunun perimetrini soruşur. Bu məsafə 3'dür, bu məsafə 4'dür. Pifagora görə bu da hipotenuz olacaq 5. Perimetre olacaq necə? 3, 4, 5. O da necə? 12. Burada da eyni şeydir. Burada sayısını soruşur da uzunuz getmirəm. Düz bucaq üstüdən sayı düsturunda da. Mesela tutaq ki, buradakı kimi məsafə. Bunlar bir-birini diagonalları katilləri vurup bir-birinə böləcəksiniz 2'ye. 25'e baxaq. Nöqtələrindən keçən düz xəttin ümumi tənliyini yazın. Ümumi tənliyin düsturunu 2 cür yaza bilərsiniz. Y bərabərdir KX plus 1 şəklində. Bir dəfə bu nöqtənin koordinatlarını yazıb, bir dəfə də bunu neyə bilərsiniz? Tənliyə sistemi kimi əldə edə bilərsiniz. Ya da birbaşa 2 nöqtədən keçən düz xəttin tənliyi Y çıxılsın Y1, X çıxılsın X1 bərabər Y2 çıxılsın Y1, X2 çıxılsın X1 tənliyindən yaza bilərsiniz. X1 bu olsun, Y1 olsun, X2 bu, Y2 də bu olsun. Burada nə alacağıq? Deməli, Y çıxılsın Y1 neçədir bizdə? -3. Onda üstə gəlib olacaq. X çıxılsın X1 də -2'dir daha doğrusu çıx 2 olacaq. O da bərabər bu -1'dən 3 çıxanda 4, -4'dən 2 çıxanda -6. Buradan alıq ki, Y üstə gələk 3 bərabər. Bu nə edəcək? -3'də 2. Bunda vuracaq belə X çıx 2'ye. Daha sonra neyiniyək? 3'e vuraq hər tərəfi.
Kəsdən hazır demək üçün. 3x plus 9 bərabər. Bunu mütəzəm vuracaq. Mənfi 2x plus 4. Mesela geçsek sola 3x plus 2x 3x üzür sayın. 3y plus 2x beraber 9 geçti sağa mənfi 5. Veyahut da 5 sola geçsek üstte gel 5 beraber 0. Baka görək. 3y 2x üstte gel 5. 3y 2x üstte gel 5. A variant. Yine değişti. Bəli, buradan alırıq. Sonra növbəti sual 26-cı sual. Tənliyi ilə verilmiş çevirən radiusunu tapın. Çevirən tənliyi 1-2x minus a kvadratı üstə gələk y minus b kvadratı bərabər r kvadratı düsturudur. Burada a ilə b mərkəzdir. R radiusdur. Gəlin bu formuya getirək. X kvadratı çıx 4x-dən. Yazıram x kvadratı çıx 4x. Plus y kvadratı plus 6y ayrı yazıram. Üstə gəl 9. O da bərabər. Biz bunu x kvadrat çıx 4x yazıram belə. X çıx 2'nin kvadratı çıx 2'nin kvadratı çıx 4. Üstə gəlib bunu yazsam. Y üstə gəlib 3'ün kvadratı. Çünki 6'ın yarısı 3 daxı. 3'ün kvadratını çıxıram təbii ki çıx 9. Bir de üstə gəl 9 vardı. Bərabər 0'dır burada. Buradan 9 eşitlər gələcək. Qalacaq x çıx 2'nin kvadratı üstə gələk. Y üstə gələk 3'ün kvadratı. Mənfi 4 sağa geçir 4. R'in kvadratı 4'dürsə, onda R'de 2'dir. B variantı. Növbəti sualımız 27. sual. Deyir ki, çevrəsinin O-Y oxu ilə kəsişmə nöqtələri arasındakı məsafə. O-Y oxunu kəsirsə x 0 deməkdir. X'in yerine 0 qoysaq, alacaq 1 çıx üstə gələk Y çıx 3'ün kvadratı bərabər 37. Buradan Y çıxılsın 3'ün kvadratı 36 olacaq. Təbii ki, buradan da alırıq nə? Y çıxılsın 3 ya 6'dır. Y çıxılsın 3'də ya da mənfi 6'dır. Buradan Y1 olacaq 9. Y2 olacaq mənfi 3. Bunlar arasındakı məsafə də 12'dir də. D variantı. Növbəti bizdə 28'ə baxaq. 28'də nə deyir? Deyir ki, koordinat müstəvisində mərkəzli çevrə O-Y oxuna şəkildə kimin deyir? Vermişdi emin məsafə. O-Y oxuna toxunan çevrə. Emin məsafəsini soruşur bizdən. Bu nöqtəni soruşur. Bax, buranı soruşur bizdən. Biz bildik ki, toxunma nöqtəsi varsa əgər biz radiusları çəkir, toxunan çəkir. Bura düzdür. Bu da nədir? Bax, bu məsafədə modul x-dir də. Yəni, birinci koordinatı nə idi? Bayaq demişdik də. Deməli, koordinatına nöqtədən Y oxunun məsafə x-in moduludur. X də bizdə 5 olduğunu görə onda bax, bu məsafə, yəni radius neçədir? 5'dir. Radius 5'dir. Buradan bir çəksəm isə, bax, bu gəlib düşəcəyində M-nin ortasına. Bu da x oxuna qədər məsafə, bu da 3'dür də. Gəlin bir tapaq onda. Buradan bir çəksəm, bura radiusdur, bu da 5'dir. Onda Pifagora görə burada 5 olsa, burada 4 olacaq. Eyni qaydan bu da radiusdur, onda burada 4 olacaq. Bizdən M-in məsafəsini soruşur, 8. C variantı. Başqa 29'a baxaq. Çevrəsinə deməli nöqtəsindən çevrəsinə qədər məsafəni tapın. Ta ki bu çevrədir, bu çevrənin mərkəzdə O'dur. Bu da A'dır, nöqtəsidir. Nöqtə çevrəyə qədər məsafə deyəndə həmişə o A'nı birləşdirin. Oradan nədir? O məsafəsindən çıxırıq radiusu. Radius da budur. Gəlin biz neyindik? Öncə mərkəzi tapaq ki, çünki AO məsafəsini tapmalıyıq. AO deyil, bu M'dir. M10'u tapmaq üçün gerək bunun çevrənin tənliyini yazaq. Deməli, x kvadratı çıx 2x yazsaq, x çıx 1'in kvadratı çıx 1'in kvadratı. Yəni 1. Y kvadratı üstə gələ 6y. Y üstə gələ 3'ün kvadratı çıx 3'ün kvadratı, yəni 9. Bir də orada çıx 15 var. Çıx 15 bərabər 0. Buradan yazsaq, açıq yerdən yazım. X çıx 1'in kvadratı üstə gələ Y üstə gələ 3'ün kvadratı mənfi 1, mənfi 9, bir də mənfi 15. O da sağa geçdi 25, bəli. Radius 5'dir. Onun da koordinatları neçədir? 1-lə mənfi 3'dür. M-də, deməli, M-in də koordinatı nədir? Bizdə mənfi 4, 9. M10'u tapaq öncə. Kampaniyalarını tapaq da. 1'dən çıxıram mənfi 4'ü 5. Mənfi 3'dən çıxıram 9'u mənfi 12.
Onda M10 uzunluğu bu vektörde. M10 uzunluğu olacağınca 13. Bizden de nöqtə çevrə qədər məsafəni soruşdu. Bayaq dedim ki, mərkəzə qədər olan məsafədə çıxırıq radiusu. Radiusunu isə tapmışdıq bayaq 5. O da 8. 8-də yoxdur. Nə isə yazmışam. 13-dən 5 8 yerdə. 5 12 13 eləmir. Nə isə verdim yenə mən. Bir də baxaq. X kvadratı çıx 2x. Bu olacaq x çıx 1'in kvadratı çıx 1. Üstə gələk y kvadratı üstə gəl 6y. Gördüyüm qədərlə səhv yazmıram baxın mən. Minus 9. Çıx 15 də vardı. Nöqtəçevrin mərkəzinə qədər məsafəni soruşur bizdən. Mərkəzinə qədər məsafə. O da 13'tü bayaq tapmışdıq. İlə benim çevrəyə qədər məsafə deyir. Mərkəzinə qədər məsafə M oydu, onu da tapdıq 13. 30'a baxaq, deyir ki, çevrəsinə qədər olan ən qısa məsafə. Bunu bayaq yazmışdım, bunun kimi. Burada yazmışdım, 12 mi yazarsınız. Keçək 31'e çevrəsinin xaricinə çəkilmiş bərabər tərəfli üçbucağın. Çevrənin xaricinə çəkilib. Ta ki, çevrə deyir, üçbucaq da onun xaricindədir. Bərabər tərəf üçbucaqdır. Deyir ki, üçbucağın tərəfinə yaxşı oxuyamıram. Xaricinə çəkilmiş bərabər üçbucağın tərəfin uzunluğunu tapın. Tərəfin uzunluğunu tapın. Tapaq. Tapaq da. Radiusunu tapsaq, kiçik yer tapsaq əgər biz. Bax, bu radiusu tapsaq. Bildik ki, bərabər tərəf üçbucağın daxilini çəkilmiş çevrənin radiusu A kök 3 böl 6'dır. Burada da A da bərabər tərəf üçbucağın tərəfləridir. Bir də radiusu tapsam, düzdür, oradan A-nı tapacam. Radiusu tapmağını bayaq yazdıq. Bayaq kimi x kvadratı çıx 4x yazacağım. X çıx 2'nin kvadratı çıx 4. Üstə gələk y kvadratı üstə gəl 10y. Y üstə gələk 10'un yarısı 5 y. 5'in kvadratı çıx 5'in kvadratı 25 üstə gəl 17. Bərabər 0. Buradan anlam ki x çıx 2'nin kvadratı üstə gələk y üstə gələk 5'in kvadratı. Gəlin radiusu tapaq. Mənfi 4, mənfi 25. Mənfi 29. Bu da 17 çıxsaq. 9 yerdə. Yox. 29 çıx 17. 12. 12. Düzdür. Onda radiusun kvadratı əgər kiçik yer yazımda kiçik. Erin kvadratı 12'dirsə, onda erdə 2 kök 3'tür də. Aparın burada yazıram yerine. 2 kök 3 bərabər A kök 3 böl 6. Kök 3'də yıxsa geçsə A 12 olacaq. Deməli, üçbucağın tərəfi 12'dir. B variantı. Növbəti sualımıza baxaq. 32. Nə deyir görüyor 32'də? A parametrinin hansı qiymətində deyir? Çevrəsinin mərkəzi koordinat başlanğıcında yerləşir. Çevrənin mərkəzi koordinat başlanğıcında yerləşirsə, təbii ki, bax, bu da 0'dır, bu da 0 deməkdir. Yəni, mənfi A kvadratı üstə gələk 9 bərabər 0'dır. Mənfi A kvadratı üstə gələk 7A minus 12'də bərabər 0'dır. Bunların hər ikisini ödəyən A olmalıdır. Onu görə bunlar tənləşdiyim kimi əldə edirəm. Bir də daha yaxşıdır. Deməli, nə edəcəm? İkincini mənfiyə vursam, tərəfləri toplasam nə alırım? Bunlar gelir, qalır mənfi 7A. Bunlar toplasam 21. Üstə gəl 21 bərabər 0. Buradan A bərabər 3 alacağım. Deməli, A'nın hansı qiymətində? 3 olan qiymətində A. Növbəti çevrələr arasındakı ən qısa məsafə. Bunu görmürəm mən. Bax, bu iki çevrədir. Bu birinci mərkəzidir. Bu mənfi 6, mənfi 3. Bu da ikinci mərkəzdir. 3, 15. 3, 15. 3 mənfi 15 daha doğrusu. 3 mənfi 15. Bu iki nöqtə arasındakı məsafəni tapaq öncə. Niye bunu tapıram? Çünki bizə deyir ki, çevrə arasındakı ən qısa məsafə, bax, bunu soruşur bizdən. Bu məsafədən çıxacaq radiuslarda. İki nöqtə arasındakı məsafə düsturundan nə alırıq? Mənfi 15 daha. Deməli, 3'dən 6 çıxan, mənfi 6 çıxanda 9. Mənfi 15'dən mənfi 3 çıxanda mənfi 12. Kök altından 81 üstə gəl 144. Ondan da 15 çıxır da. 15'dən çıxacam mən. Ümumi məsafə 15'dən. 15'dən radiuslar çıxacam.
Birincinin radyosu 2'dir. O birisinin radyosu bu kitabdan bakın. Sevgili sizleri görün. 293. PDF de yaxşı değil. 293. Neçənci misaldır? 30. 33. 33 baxaq görək. 9'dur bu bizim. Bu 9'dur. Tamam. Bu 9. Onu bir ikinci radyosu da 3'tü de. Elə ki, bu ümumi məsafəni tapdıq neçə biz? 15. Bu radyus 2'dir çünkü kvadratı 4'tür. Bu bir radyus neçədir? 3'tür çünkü kvadrat 9'dur. Yəni çevrilir belədir də bax belə. Bunlar arasındakı en kısa mesafe 15'ten çıxıram 3'dən 2'nin cəmini. Yəni 5'i çıxıram cavab olacaq 10. Mesela sonra keçən növbəti məsələyə. 34. Deyir ki, vektorlar perpendikulyardır. İki vektor perpendikulyarsa olan skaler hasili sıfırdır. Skaler hasili de uyğun komplementlərin hasilinin cəmidir deməkdir. Yəni mən fikrini vuracağım. X çıx 3'e üstə gəl. 4'də vuracağım 6x çıx 2'ye. 4'ü vuram 6 çıx 2x'e. Skaler hasili sıfır olmalıdır. Buradan tənliyi əldə edirəm. Yazıram mənfi 2x üstə gələk 6 üstə gələk 24 çıx 8x bərabər 0. 10x bərabər 30, x də 3 olacaq. Bizdən soruşdu x-i 3. C variantı. Vektor arasındakı bucağın kosinusu nəyə bərabərdir? İki vektor arasındakı bucağın kosinus alfa bərabərdir. Onların skaler hasili bölünsün. Onların uzunluqlarının hasili. Bax, bu da düzdür. Skaler hasili bayaq kimi tapsaq. AB bərabərdir. 3 vur 2, yəni 6. Üstə gələk 4 vur 0, yəni 0. O da 6 olacaq. Bu 6 olacaq. A'nın uzunluğu 5. B'nin uzunluğu da 2. Baxanda bilirdi 2. Bu da onda 6 edir də. Ya da ixtisar aparıb 5'də 3 B variantı. 36 vektora kolineardır. B'ye baxın görün burada yenə düşməyib. B 36. Mənfi 3 4. B mənfi 3 4'dür bura. Kolinear vektoru 1 2 nədir? Uyğun komplementlər nisbəti bərabər. Yəni m üstə gəl 4, m üstə gəl 3 böl mənfi, m üstə gəl 2 böl mənfi 3. Bərabər olmalıdır 6 böl 4. Buradan ixtisar yaparsam 3 böl 2. Çarpaz vursam belə. M üstə gəl 2'ni 2'ye vursam 2 m üstə gəl 4. Bərabər mənfi də 3'e vurdum 9. Mənfi 9 daha doğrusu. 2m bərabər mənfi 13. M də mənfi 10'da 5, mənfi 6 10'da 5 alacağım. A variantı. Növbəti vektorları eyni istiqamətlidir. Eyni istiqamətlidir. Yəni kolineardır amma B vektorun bir də baxın burada da yoxdur yenə. Mənfi 6 K. Mənfi 6 K. Mənfi 6 K. Mənfi 6 K. K. Eyni istiqamətlidir, yəni işarələri eynidir. İşarələr eynidir və mütənasibdir də, o deməkdir. Yəni bax görürsünüz, bax belə eyni. Yəni işarələr eynidirsə uyğun komplementlər nisbəti müsbət olacaq. Yəni müsbət əldə bərabər olacaq. Yəni 3K bölü mənfi 6, 3K bölü mənfi 6 bərabər olacaq mənfi 2 bölünsün K. Və işarələr nədir? Eyni olduğunu görə nisbəti müsbət əldə olmalıdır hökmən. Buradan alacağıq nə? Çarpaz vursam 3K kvadratı bərabər 12, K kvadratı bərabər 4, K ya 2 olmalıdır ya da mənfi 2. Baxaq görək hansındadır. Görün baxın 3K böl 6 mənfi 6 bərabər mənfi 2 böl K. Dedi ki bu nə olmalıdır? Müsbət. Onda bir K mənfi olmalıdır ki müsbət olsun de. B variantı. 38. 38 K'nın asli qiymətində vektoru əks istiqamətli, bu da bayaq kimi yenə yəni mütənasib amma nisbət mənfidir. 4K çıx 3 bölünsün 6 bərabər olmalıdır 12 bölünsün 2K plus 2 amma işarə mənfi olmalıdır. Yenə buradan 2'ni çıxardıq ki bölsəm əgər K plus 1. Bura 6 qalacaq. Çarpaz vursam 4K çıx 3'ü
Burası k plus 1'e beraberdir 6 defa 6 36. Bu tane eləyək. 4k kvadratı çıx 3k üstəgə 4k 1k çıx 3 çıx 36 çıx 39 beraber 0. Bunda ne yazıq bu? Seçmen yazıq da bu 3 vur 13'tür. 4'ü çıvıranda 12, 12'den 3 demektir. Deməli biri 4 vursun k plus 13 bölü 4. Çünkü 4'ü 39'a vurdum bak ona göre. Bu da k minus 12 bölü 4. Buradan k ne olmalıdır? Menfi olmaz. Bu müsbet olduğunu göre gerek bura menfi olsun diye. Yani k menfi birden küçük. Onun tabii ki bu olacak cevap. Menfi 13 bölü 4. C variantı. Növbəti sualımız yine yaxşı olmur deyəsən, amma baxaq yenə də. Deyir ki, neçənci idi bu? 39. Birbirine kolinear olmayan. Yani nispetler fərqlidir. Vektorları 3'ün. Vektorları x istikametli olarsa. Necə? M ve n kolinear değil. Ama bunlar ne değil? Kolinearda. Anı soruşu bizden. X istikametlidir. X istikametli yani A çıx 2 bölünsün menfi 3 beraberdir. 4 bölünsün A çıx 10. O da x istikametli diye de yine. Yine bunu çarpı vurup alacaksın. Yine buradan seçeceksin. A'nın kıymetini A'nı tapın. Buradan çarpın. Özünüz taparsın diye. Neyse bunu bayaq kimi. Demek burada 40'a baxaq. Deyir ki vektorlar üçün 2A çıx B'nin uzunluğunu tapın. Aydın bu çox sadədir. 2'ni A'ya vuruq. Burada olacaq ne? 2'ni A'ya vuranda olacaq menfi 4. 14. Çıx B. Çıx yani 4. Menfi 1. Çıxan ne eləyəcək? Menfi 4'ten 4 çıxanda menfi 8. 14'ten de menfi 1 çıxanda 15. Bunda uzunluğu 17 olacaq da. A variantı. Çünkü menfi 8, 15, 17. Koordinat müstəvisini vermiş A ve B vektorlar için A plus B vektorunun komponentlerini tapın. İşte A'nın başlangıcı menfi 4 sıfırdadır. Sonu ise 0 2'dedir. Onda A'nın komponentleri olacak ne? 4 2. B'nin başlangıcı 0 4'tedir. Sonu ise 3 0'dadır. Onda B'nin komponentleri olacak 3'ten 0 çıkan 3. 0'dan 4 çıktı menfi 4. A plus B dediğine göre bunları topluyoruz. Deməli 4 2 ile 3 menfi 4'ü topluyoruz. O da beraber belədir. 7 menfi 2. 7 menfi 2 o da A variantını görürük. Növbəti sualımız deyir A ve B vektorları için A çıx B'nin uzunluğu 26 olursa M'in alabiləcək qiymətlərin cəmini tapın. A'dan B'ni çıxsaq əgər olacaq ne? Menfi 2 çıx 8 yani menfi 10. 5 çıx M. Deyir ki bunun uzunluğu 26'dır. Yani kök altında menfi 10'un kvadratı yani 100 üstə gələk. 5 çıx M'in kvadratı beraberdir 26. Her tarafı kvadratı yükselsək alacaq ne? 100 üstə gələk. 5 çıx M'in kvadratı beraber 676. 5 çıx M kvadratı beraber 576. O da 24'ün kvadratı olduğuna göre ya 24'tür. 5 çıx M ya da menfi 24'tür de. Burada M menfi 19 alacaq. Burada da M 29 alacaq. Bizden soruşur. M'in alabiləcək qiymətlərin cəmini
Burada kvadratin iki maçı da yazabilirdik ama bir tapdım geçti. 10. Cevap 10. C variantı. Muhtasarın açıp bunu köklerin cəmi Y terimini tapabilirdiniz. Orada 10 olacaktı zaten. Davamı oxuyuruq. Baxaq. A, 10, 43'də nə deyir? 43'də də bu deyəsin. 43. Vektorlar üçün nəyə soruşur? Biz hasilini tapın, tapıq deyə. A'dan B'ni çıxıb eləyə də bilərsiniz. B eləyə bilərsiniz. B yaza bilərik. A kvadrat çıxıb B kvadratı. Bu da A'nın uzunluğunun kvadratı çıxılsın. B'nin uzunluğunun kvadratı kimi də yaza bilərik. B daha tez olur. A'nın uzunluğu nədir? Bizdə kök altında 1 üstə gəlir 25. Yəni kök altında 26. Kvadrat olacaq 26. B'nin uzunluğu da kök altında 16 plus 4. Kök altı 20 kvadrat olacaq 20. O da 46 oldu. Ben 46 aldım yani. Ne? Evet çıktı. Çünkü bu çıktı. 26 çık 26. Çıxıvəzən üstə yazmışdım. D variantı. Növbəti sualımız 44. sual. Oturacağı AC olan ABC bərabər yanlış bucağının. Gəlin baxaq. Oturacağı AC'dir. ABC bərabər yanlış bucağının. Yan tərəfinin oturacağın uzunluğu. Yan tərəflərinin və oturacağın uzunluğu uyğunluğu 6 və yan tərəflər 6'dır. Oturacağı da 6 kök 3'tür. BA və AC vektorlar arasında qalan bucağı soruşur. BA və AC arasında bucağı soruşur bizdən. İki vektor arasında qalan bucağı tapmaq üçün gərək olan istiqamətləri təxminən eyni tərəfə düşsündə. Buradan gördüğünüz kimi nədir? X gərək uzadaq belə. Yəni bizdən soruşur əslində bu bucağı soruşur. Bax bunu. Bunu tapmaq üçün gərək bunu tapsın, məni bəs 20 betdən tapsam, qonşular alfanın betdən. Bu da bərabər yan olduğunu görə belə bölsəm, döndürüb çəksin daha doğrusu. Gəlin buradan çəkeyim. Bax, qırmızını qeyd edeyim. Gəlin bu qırmızı uç bucağa baxaq. 6 kök 3'in yarısı oldu bu. 3 kök 3. Düzdür? Onda bura nə olacaq? Təbii ki, Pifagorun bura olacaq. 36'dan 20'ye çıxanda 9, o da 3. Düzdür? Və İslamında bir çıxıb betdə 30'dur. Çünki qarşı katet 3'dür. Hipotenuz 6'dır. Katet hipotenuzun yarısıdır. Onda bura 30'dur. Ama bizden onu yok. Bunu soruştu. Alfanın o da 150 olacaq. Cevap 150. D variantı. Evet, sualımız 45. sual. Bir səlgə salaq buranı. 45. suala baxaq. Vektor x'in hansı qiymətində vahid vektoru? Vahid vektor uzunluğu 1 olun deməkdən. Kök altında x kvadrat üstə gələk 1. Bərabərdir 1. Bu da 0 olacaq təbii ki. X'in hansı qiymətində vahid vektorda eyni qaydını taparsın. Bunda 46 12 midir. Vahid vektor uzunluqlarının cəmi 1 olur. Uzunluğu 1'dir. Yəni kök altında koordinatların komponentlərin kvadratlarının cəmi 1'dir. Yəni. Növbəti sualımız 47'ye baxaq. Deyir ki, ne deyir 7'de? ABC üç bucağında AB A'dır. AB A'dır. Bu A vektorudur. BM B'dir. BM. Propşi B'dir. Ümumi daha doğrusu görürsen. Deyir ki BS bölünsün SM 1 bölü 2'dir. Yani burada x'tir. Burada 2x'tir. Onda B toplam 3x'tir. Onda BS vektoru 3x'in 3'te 1'idir. Yani 3'te 1 B'dir de yani. SM'de 3'te 2'sidir B'nin. Düzdür? Baxaq 3'te 2. Biri yazaq. Yəni hər halda qoyaq. Görə bizdən soruşur nəyi? AC'ni soruşur. A'dan C'ye gəlmək üçün tutaq ki, burada birbaşa gələnməkdə. Öncə A'dan B'ye gəlməliyik. Yəni A. Sonra davam edirdik hansı istiqamətdə? B istiqamətdə. Yəni üstə gələk. Amma nə? X qədər. Yəni BC qədər. Yəni B'nin 3'te 1 qədər. Bəli, cavab budur. A üstə 3'te 1 B. A variantı. Ox istiqamətin gedəndə üstə olur. Oxun əksinə qaydanda oxun əksinə gedəndə çıx olur. 48'e baxaq vektorlar üçün A perpendikulyardır B. Yəni uyğun komponentlərin hasılı bildik ki, bunlar nədir? Y1, Y2 ort vektorlardır burada. Onda A'nın komponentləri olacaq K ilə 3'dür. B'nin komponentləri 2 ilə mənfi 4'dür. Perpendikulyardır, yəni skalar hasılı 0'dır. Yəni uyğun komponentlərin hasılı 2K bir də mənfi 12. Bunların cəmi 0 olacaq. Onda K burada 6 oldu. Növbəti 49'a baxaq. Tərəfin uzunluğu 6 olan romb. Yəni hamısı 6'dır. Kör bucağı 120'dir. Onda bura 60'dır. Burada 30'dur. Çünki burada 90'dır ona görə.
Diagonallarda zaten edip tembellendir. Bize diyor ki hasilini tapın. Mütesen vur başlasam. A, O vurulsun. A, B. İşte gerek A, O vurulsun. B, O. Yine şekilde bakak. Skalar hasil tapmak için bildik nedir? A, O'nun uzunluğu. Vurulsun A, B'nin uzunluğu. Bir de aradaki bucağın kosinüsü. Düzdür. Burada da A, O'nun uzunluğu. Vurulsun B, O'nun uzunluğu. Aradaki bucağın kosinüsü. Bunu da birlikte yazak. Bakalım şimdi bunu izahsın diyelim de. AO bizde ne kadardı? AO. AO'nun tapaq da. Onda 30'un qarşı bura 3'dür, bura 3 kök 3'dür. AO'nun uzunluğu 3'dür. AB'nin uzunluğu zaten 6 idi. Şimdi bu AO ile düzdür. B'nin arasında istikamet belə getdi, gördünüz. Onda aradaki bucaq 30'dur. Onda koysunuz 30'dan içədir. Kök 3 böl 2. Üstə gələk AO bir də BO. Şəkil sərgiyə salın. Baxın şəkilə baxaq. AO ilə BO birbirine perpendikular olduğunu görə onların skalar hasili sıfırdır. Bu iş sıfıra getdi. Beraber bu da ixtisar geçsə 3 qalacaq. 9 kök 3 aldım ben. Maalesef yoktur. Neyse verdim ben. Bakın AO 3'tür. AO 3 değil. AO 3 kök 3'tür. 3 kök 3'tür AO. Buradan anlarım ki neçə? 3 bir de bu 3. 27. D variantı bəli. Çünkü bura 6 idi, bura 30 idi. Burada şu kök 3'tür. Keçək 50'ye. Vektor adı verilib. 2A ve açıq B vektor arasındakı bucağın kosinusunu tapın. 2A olacaq mənfi 4, 1. Açıq B'de olacaq nə? Bu 2A'dır. Açıq B'de olacaq nə? A'dan B'nin çıxsaq mənfi 4, 2. Aradaki bucağın kosinüsü tapak. Kosinüs alfa beraber. Bunlar skalar hasili. Bunları birbirine vurdum. 16. Üste gel. 3. Bir de bunların uzunlukları. A'nın uzunluğu, 2A'nın uzunluğu neydi? Kök altında 16, 1, 17. Burası. Bu da neçeyir? 16, 2. 16, 4. 20 aldım ben. Neyse seviyorum yoksa yok. Mənfi 4, 2. Bu 2 değil. Bunlar yeni vektordu ki. Bir de bakın. 2A oldu. Mənfi 4, 2. A açıq B de oldu. A'dan B çıxırım. Mənfi 4, 2. Mənfi 4, 2. Bunlar eyni vektordu. Bunlar arasında qalan bucaqda işarələr də eynidir. Görürsünüz. Eyni vektorda. Yəni bunlar arasında bucaq sıfırdır. Sıfırın da kosinüsü. Kosinüs sıfırda 1'dir. Yok bize bu cümle ne kadar problem versin. Bize diyor ki aradaki bucağın kosinüsünü tapın. Ama burada derece verip. Aradaki bucaq sıfırdır. Kosinüs ise 1 olmalıdır. Çok təəssüf ki bu kitab yaxşı kitabdır. Heyf ki belə səhvlər var burada. 51'e baxaq. Vektorunun o eksi okuyunu əmələ gətirdiyi kiçik bucağın kosinüsünü tapın. Yəni iki bucağın kosinüsü soruşur bizdə. Şimdi koordinat sistemi tutaq ki, mənfi 1, 5. Mənfi 1, 5 tutaq ki, A vektoru budur. Sürüşdürə bilərik də. Mənfi 1, 5. Onda A'nın komplementləri. Bura mənfi 1, 5. Yəni bu məsafə uzunlukları buradır çünki A. Bu məsafə neçədir ay Allah? X oxuna qədər məsafə Y-dir, yəni bura 5'dir. Onda burada neçədir? 1'dir məsafə. Məsafə olaraq 1 daha koordinatı mənfi 1'dir. Kiçik bucağın kosinüsü, bir bucağın soruşur bizden. Bu bucağın kosinüsü soruşur. O da tabii ki bitişik katil bölünsün hipotenuzdur. Hipotenuz da kök altında 26 olacak diye. Bitişik katil yani 1 bölünsün kök altı 26. O da bir varyantında gördük. Burada aynı şeyi görürsünüz. OZ okunan dediğine göre z'yi böləcəyik
Vektorun uzunluğuna bak, burada da uzunluğa böldükdə düzdür. A'nın uzunluğu nə qədərdir? Kök altında 16, 4, bir də 16. Kök altında 36 yer, onunla da 6 çıxır, bəli. 4'ü böləcəyik 6'ya. Böyük bucaq dediyim ki, kör bucaq olduğuna görə mənfi olacaq. Mənfi 4 bölünsün 6. O da mənfi 2 bölü 3. Çünki burada böyük bucaq deyil. Böyük bucağın kosinüsü həmişə mənfi olar. E variantında gördük. Eyni qaydada bax, burada kimdir? Onun sadəcə fəza versiyasıdır. Eyni qaydada baxırsınız. Deyək ki, bunun uzunluğunu tapın. Uzunluğunu tapmaq üçün neyniyək? Kvadrat yüksəldək heç nə. Olsun nə? 9A kvadratı üstə gələk 36B kvadratı çıxılsın. Bunların arasında iki misli 36AB. Vektora perpendiküler olduğuna görə bu hasil sıfırdır. Bu heç. Bərabər 9A'nın kvadratı, yəni elə 3'ün kvadratı deməkdir. Vektorun uzunluğunun kvadratı elə özünün kvadratındadır bərabər. Bu eyni şeydir. Olacaq necə? 9 vur 3'ün kvadratı 9. Üstə gələk 36 vurulsun. B'nin kvadratı yəni 4. O da bərabər 81 üstə gələk 144. O da 225. Düzdür? Bunun kvadratı 225'dir. Özü isə 15'dir. A ve B vektorun uzunluğu uygun olarak 1 ve 2'dir. A'nın uzunluğu 1'dir. B'nin uzunluğu ise 2'dir. Aradaki bucaq 120'dir. Bize der ki vektorun uzunluğunu tapın. Gelin. Yeni bayaq kimi. Önce kvadratını tapaq. 2A plus B'nin kvadratı beraber 4A kvadratı üstə gələk B kvadratı. Bir hasilin ikimisi 4AB. Beraber bu 4A'nın özünün uzunluğu kvadratını verecek. Bu B'nin özünün uzunluğu kvadratını verecek. Bu ise skaler hasil değil. O da olacak 4 vurulsun A'nın uzunluğu vurulsun B'nin uzunluğu. Biz aradaki bucağın kosinüsü düzdür, bu düzdür. Aparaq yerine yazacaq. 4 vurulsun A'nın uzunluğu 1'dir. 1'in kvadratı 1. Üstə gəlib B'nin uzunluğu 2'dir, kvadratı olacaq. Neçə? 4. Üstə gəlib 4 vurulsun A 1'dir, B 2'dir. Bucaq 120 olduğuna görə onun kosinüsü mənfi 2 dəfə olacaq. O da beraber bu 4, bu da 4, 8. Bu mənfidir. Bu üstə gəldi, bu isə mənfidir. O da çıx olacaq. 4 yox. 2 ilə geçsin. 4. O da 4'dür. Kvadratı 4 daha. Bizden ise uzunluğunu soruşuyor. O da olacaq 2. B variantı. Diqqətli olun çünki burada gördüğünüz gibi 4 de var. Kvadrat yükseltdi ise uzunluğunu soruşanda tersine kök alacağıq. Unutmayaq. Növbədə 55-ci sual. Deyək ki, vektor arasında bucağın dərəcə ölçüsünü tapın. Bu da onun həmişə eyni qaydanda bax burada. Kvadrat yüksələcəksiniz. Orada kosinüs alfanı tapacaqsınız. Da ben uzun getmirəm. 56'ya bakın. Normalı olan düz xətin təniyini yazın. Düz xətimiz bildik ki, həm bir yazırıq y bərabər kx plus b şəklində. Həm də ax plus by plus c bərabər 0 şəklində. Burada komponentləri a, b olan vektor normaldır. Düz xətin normalıdır. Və bu normal da həmişə. Bax, düz xət bu deyil. Düz xətin normal olan vektor ona perpendiküler olur həmişə. Bunu yada saxlayırıq. İndi deyir vektorun, indi deyir ki, hansı ola bilər? Yəni x'in əmsalı -2'dir, -2x plus y'nin əmsalı 5'dir. Serbest sətdə hər şey ola bilər. Bərabər 0. Buradan -'ye vursam 2x çıxılsın 5y minus c bərabər 0. Hansı ola bilər? Təbii ki, bu ola bilər də. Ola bilər deyildiğine görə görürsə burada ola bilər. Ona göre burada c nədir? 2 konkret. Burada c konkret değil ona göre. Ön hissəsinə baxırıq biz. Deməli, burada da eyni şeydir. Müstəvinin tənliyi burada da eyni şeydir. -x plus 2y plus 3z üstə gəl birdən c bərabər 0. Mənfiyə de vursam x çıxılsın 2y plus minus daha doğrusu 3z minus c bərabər 0. Ön hissələri eyni olmalıdır. X çıx 2y üstə gəl çıx 3z. X çıx 2y çıx 3z. A variantı bəli. 58'de A parametre hansı qiymətində nöqtələri bir xət üzərində olar. Bunu tənliyini de yaza bilərik. Amma məncə şeyini yazmaq, koordinatları istifadə etmək daha yaxşıdır. Baxın, takip düz xətdir. Bu A nöqtəsi olsun. Koordinatları 2, -3. Şərt olaraq qeyd edilən B 6, 4. C də, takip burada, məsəl üçün takip C də A 11. Bunlar bir xət üzərindədirsə, o demək ki, yəni AB vektoru ilə BC vektoru və yaxud da AB vektoru fərq etməz. AC vektoru dağıdır. Bunlar nədir? Kollineardır. Yəni,
mütənasibdir uyğun kombinlər nisbətən. AB'nin kombinlərini tapsam, bunlar da 4 və 4-dən də mənfi çıxanda 7. AC'nin ya da BC'nin kombinlərini tapsaq, AC'ni tapaq qoy. A'dan çıxıram 2'ni, A çıx 2, bir də 11'dən çıxıram mənfici 14. Bunlar mütənasib olmalıdır. Yəni A çıx 2 bölünsün 4 bərabər olmalıdır 14 bölünsün 7. Bu da xısa qalsa 2. A çıx 2 bərabər 2 və 4'ün 8, A 10'du 10. B variantı. B daha yaxın. Düz xətin tənini yaza bilərsiniz. 2 nöqtədən keçən düz xətin tənini yazıb, sonra yerinə C'nin kombinlərini yazıb, oradan hanı tapa bilərsiniz. O biraz uzun gedəcəyəm. Növbəti vektor arasında qalan bucaq 90-cı, yəni vektora perpendikulyarsı y soruşdu bizdən. Vektora perpendikulyarsı skalar 0'dır. Yəni 2 vurulsun 3, yəni 6 üstə gələk. -1 vurulsun y, yəni çıx y. Bu 0 olacaq, y 6 olacaq. Bu neçəncidir? 89, 58, 59, 60'dır bu. Tepelerin nöqtəsini oluşmuşdan daxilini çəkilmiş çevirən radiusunu tapın. Bu gördüğünüz gibi sıfırlar görən kimi bilin ki, bu düz bucaq. Bu çox güman ki, gəlin baxın, B 0,8'dir, B buradadır. Bura 8 olacaq. A 15 sıfırdır, bura 15'dir. A bu 15'dir. Təbii ki, pitonuz nə olacaq? Burada O'dur da, 0,0 nöqtəsində. Üçbucağımız budur, pitonuz da 17'dir. Bu üçbucağın daxilini çəkilmiş çevirən radiusu bildik ki, katetlər topluyoruz. 15 çıxıb pitonuz çıxırıq. Böldük 2'ye. Düz bucaq üçbucağın daxilini çəkilmiş çevirən radiusunu tapmaq üçün. O da ne eləyir? 3. Düz hesapladım da. -2, 6, 3 bəli. B variantı. Təpələri nöqtəsində olan üçbucağın ən kiçik hündürlüyünü tapın. Yenə bunlar görsün düz bucaq üçbucaqdır. B 6, B 0 -6. Təbii ki, bura 6'dır. C burada B'dir. C 8, 0. C buradadır. Bura mesafe 8. Onda buraya pitonuz olacaq 10. Burada düz bucaq üçbucaq düzdür. Bir de ki onun kiçik hündürlüğünü tapın. Kiçik hündürlük pitonuz çəkilmiş hündürlüktür. Bura 6'dır, bura 8'dir, bura 10'dur. Kiçik hündürlük təbii ki nə? Bərabər 6 vur 8 böl 10. Yəni katetlər hansı bölünsün pitonuz o da 4,8 eləyəcək. Şəkil çəkəndə aydın görünür zaten. Növbəti sualımız 62. Deyir təpələri A, B və C. 12, 5 deyəsin o. Nöqtələrin oluşmazdan daxilini çəkilmiş çevirənin radiusunu tapın. Yenə burada sıfırlar görürsə, bu da koordinat sistemindədir. Çeksək. 0, 5 A buradadır. Bura 5'dir. Mesafe 5'dir. Koy 5 yazın bura. Geçen yazın bura. Üstüne bura yazanda bilin ki mesafede bu 5. B 12, 0. Bura B buradadır. Burada 12. Bu mesafede 12'dir. Onda bir pitonuz 13 olacaq da. Düzdür. C de hardadır? Ha yox. C başqa yerdədir. C 12, 5. Şekil düzeldik. Şekil düzeldik. Koordinat sistemini çektik. B, A buradadır. 5'ti bura. B buradadır. 12 deyir burada. C de deyir 12, 5. Yani bak buradadır. C de buradadır. 12, 5. Düzdür bu üç bucağı soruşur bizden. Bu da yine düz bucaqdır. Çünkü bura düz bucaqdır ona göre. Yine düz bucaqdır. Bəli. Bura 12 olduğuna göre bura 12'dir. Burada 5'tir. Bəli. Bura 13'tür. Düzdür. Daxilini çəkilmiş çevirən radius soruşur. Yenə R bərabərdir. Katillər toplayırıq bununla. 17 çıxırıq pitonumuzu 4. Böldü 2'ye. Ne oldu? Niye yazmadı? Yazmadı niyeyse. Tamam. Ne oldu bu? Daha göre yazmadı. Yox, bir yazacaq mı? Deməli, R bərabər dedik 4, bəli yazdı. 12 ilə 5'i katillər topladıq, böldük, çıxdıq, betonu böldük 2'ye, o da 2 olacaq, kiçik R.